Ülker müəllimə salam bir daha. Sevincimi istədim. İlk sizlə bölüşəm. İlk sizə yazdım. Papaya yığmamışdan qabaq. Sizlə 3 ay hazırlaşdım. Allah sizə nə deyim, can sağlığı versin. Təşəkkür eləmək özümə borc bildim. 57 bal yığdım, amma səhvimi düzümü görmək üçün oturmalıydım. Oturub gözləmədim. Bu 3 dənə harda səhv oldu. Kurikulum, ixtisas bilmirəm. Suallar da ki, su kimi Hasan. Çox Hasan idi. Yəni kitab idi da, başqa heç nə yox idi. Kitabı oxuyan müəllim hamısı orada var idi. Sağ olun, öpürəm. Salam Ülker müəllimə, necəsiniz? Müəllim, hər şey üçün çox təşəkkür eləyirəm. Çox sağ olun. Əziyyətiniz çox böyük oldu. Haqqınızı halal edin üzerimizdə. İmtahandan mən çıxdım 57 balla. Öpürəm sizi, çox sağ olun. Ülker müəllimə salam, hər vaxtınız xeyir olsun. Müəllimə çox sağ olun. 57 bal topladım. Deyəsən, ixtisası deyəsən hamısını yazmışam. 3 dənə kurikuma yəqin ki. Səhvim oldu. Yəni, 57 bal. Salam Ülker müəllimə, necəsiz canım mənim? Allah sizin köməyiniz olsun. Allah sizi var eləsin. Həmişə sizə borcluyuq. 51 bal yığdım. Sayənizdə kurikulumdan açıq az yazmışam. Yəqin ki 4-5 dənə artıq yazardım. Amma sizinkindən də 2 dənə ya 3 dənə səhvim çıxmışdı. 51 bal yığdım. Yəni dəqiq o hissələrinə baxa bilmədim. Bir dənə balı gördüm. Çox sağ olun. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Salam Ülker müəllimə, necəsiz? Tək yaxşı olun. Mən imtahandan çıxdım, 53 bal topladım, amma ixtisası dəqiq bilmirəm. Sizə də çox minnətdarlığımı bildirirəm. Son 2 ayda hazırlaşmışam. Yəni son 2 aydakı nəticəm çox yaxşıdır. Amma dəqiq ixtisasını bilmirəm, olsa yəni çoxu ixtisasdan yazmışam, çünki kurikulum heç hazırlaşmamışdım. Kurikulumdan məncə 7 səhvim var, məncə elə 7 səhvim çox da kurikulumdandır. İnşallah ki, elə olan dedə. Salam Ülker müəllim. 51 bal yığdım. Böyük sevinclə, çox sağ ol, təşəkkür edirəm. Allah sizi o 4 dənə balanızı gözünüzə çıraq eləsin. O ağır həyatla, yəni o uşaqların o səsi ilə, ağlaşması ilə, qiyaməti ilə bizə bunu öyrətdin. Çox sağ ol, çox asan suallar idi, olduqca asan. Biz o qədər çətinlik. Salam müəllimə, nətərsiz? Müəllimə, mən də imtahandan biraz olar çıxdım. 56 yığdım. Çox sağ olun müəllimə. Sizin də əziyyətiniz çoxdur. Yəni bugünkü uğurumda sizin də əziyyətiniz var. Testləriniz, yəni sizin testlərinizin yanında bunlar demək olar ki, yəni su kimi bir şey idi də. O cürə ağır sınaqların, situasiyaların yanında bunlar heç nə idi. Necəsiz? Bir dəqiqə çıxmışam imtahandan 54 balla. O 50'lerin sırasında mən deyirdim də 51 pul çıxacağım. Şükür Allah'a. Dedim sizə xəbər verim. İndi bir dəqiqə çıxdım imtahandan. 54. Salam Ülker müəllimə, hər vaxtınız xeyir, necəsiz? Mən 52 bal topladım. Çox sevincliyəm. Sizə öz təşəkkürümü bildirirəm. Sizin sayənizdə topladım. Çox sağ olun, var olun, haqqınızı halal eləyin. İnanın ki, mənim ona çox ehtiyacım var idi. Onu qazandım sizin sayənizdə. Allah sizi hər daim arzularınıza çatdırsın. Hər vaxtınız xeyir, Ülker müəllimə, nətərsiz? Ləman müəllimədir, mən sizdən hazırlaşdım. 1 ay qalmış tərk elədim sizi ki, özüm hazırlaşacağım. Sevincimi sizlə bölüşürəm. 55 bal yığdım. İxtisasımdan 2 dənə səhv elədim. Yəni o da ki, mexaniki bir səhv idi. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Salam Ülker müəllimə. Haqqınızı halal eləyin, 57 bal. Salam müəllimə. 57 bal yığdım. Çox sağ olun. Yəni özüm düzdür sizə qoşulanda okumuşdum tamamilə, amma sizin testlərinizin çox böyük köməyi oldu. Haqqınızı halal eləyin. Dəfələrlə sizin testlərinizi işləmişəm. Təkrar. Çox sağ olun. Allah sizin də yolunuzu açıq. Müəllimə, hər şey sizin sayənizdə valla.
Sizdən çox şey öyrəndim. Allah sizin canınıza can sağlığı versin. Allah sizdən razı olsun. Nə yaxşı ki elə sizi tanıdım. Şükür Allaha. Hər vaxtınız xeyir olsun. Bizi təbrik eləmək olar, sizi təbrik eləmək olar. İndi mən Sədaqət müəllimə, Hökümə müəllimin telefonla ikimiz də bir yerdəyik, səs atıram sizə. Mən də 57 yığmışam, Hökümə müəllimə də 57 yığıb. Sizi təbrik edirəm. Çox sağ olun, əməyinizi halal edin. Öpürəm sizi. Sevincliyik. Ülker müəllimə salam, necəsiz? Haqqınızı halal eləyin. Allah köməyiniz olsun. Hə, 54 bal. Prosto mən ixtisasa baxmadım da, elə bir sevindim. Salam müəllimə, istədim bir də səsi də atam səs. İşə qəbul olanda da mən heç kimlə hazırlaşmamışdım da, yəni özüm qəbul olmuşdum. Sonradan mən o qruplarda biraz yəni məşhur kimi görünən müəllimlər var. Onlarla elə bir ki fikirləşirdim ki, onlarla hazırlaşaram. Sizi Telegramda yəni tanıdım da mən çox şükür deyirəm ki, nə yaxşı ki sizi tanımışam da. Sizin sayənizdə sanki o bir müəllim atmış deyə. Elə bir ki 2012-ci ildə qurtarmışam mən məktəbi. Elə bir ki insanın belə biliyi də yenilənib, cilalandı da, yəni bilmədiyiniz, bəlkə də oxuyub, fikir vermədiyiniz yerlərə belə sizin sayənizdə, sizin o materiallarınız sayənizdə, yəni demək olar ki, ixtisasdan bilmədiyiniz bir şey qalmadı da, sizə həqiqətən də halal olsun. Yəni, siz haqqınızı halal edin. Təşəkkürlər, çox sağ olun. Allah sizdən razı olsun, 53 bal. Çox şükür bugünə. Ay müəllimə, inansız, mən o qədər çətin testlər işlədirsiniz ki bizə. Çətinlərin hamısını əminliklə yazmışam. Gəlib Hasan suallar gözümün qabağında məni çaş-baş salıb ki, Allah buydum. İnan, bir anlıq dedim, gör biz nə qədər çətin testlər işləmişik ki, Hasan çətinləri yazmışam, Hasanların əlində qalmışam. Amma axıra yaxın yenə başdan baxdım. Ülker müəllimə salam, necəsiniz? Ülker müəllimə, çox sağ olun. Allah köməyiniz olsun. Allah balalarınızı qorusun. Allah sizə o gözəl qəlbinizə görə hər şeyin yaxşısını versin. Sizin əziyyətinizdir, valla. Mən elə də oxumurdum. Sizin əziyyətinizdir ki, bizim üstümüzdə möhkəm dayandınız axıra kimi. Hardasa ailənizdən, hardasa uşaqlara qayğınızdan, hardasa hər şeydən, sağlamlığınızdan, hər şeylərdən keçdiniz. Bu sizin zəhmətinizdir ki, baxın, baxıram, maşallah, 50 neçədir hamısı qızlar. Mən heç qrupunla hazırlaşmamışdım axı. Bu sizin hünərinizdir, bu sizin zəhmətinizdir. Siz gözəl insansınız. Allah sizi xoşbəxt eləsin. Gözəl də gəlinsiniz. Hər tərəfə çatdırmaq, hər bir güclü kişinin arxasında güclü bir xanım dayanır. Allah sizə ürəyinizə görə versin. Xoşbəxt olun. Salam müəllimə, necəsiz? Müəllimə 57 bal topladım. Allah sizdən razı olsun. Allah sizin köməyinizdə olsun. Nə yaxşı ki sizi tanıdım. Nə yaxşı ki sizlə hazırlaşdım. Yəni sizin o çətin testlərinizi işlədik. Yəni oradakı testlər bizə yəni çox asan, necə deyirlər, elə bil su içimi kimi gəldi. Əziyyətinizi halal edin. Allah köməyinizdə olsun. Allah sizdən razı olsun. Çox sağ olun müəllimə. Öpürəm. Tamam Ülker müəllimə. Ülker müəllimə 56 bal. Dediniz ki 50'ni keçəsən keçdim. Sizin sözünüzü yerə salmadım. Çox sağ olun, çox təşəkkür edirəm. Haqqınızı halal edin. Çox siz də bizdən bərabər əziyyət çəkdiniz. Şükür ki bəhrəsini də gördük. Siz də bizdə. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun, var olun. Allah razı olsun. Valla əziyyətimizin bəhrəsidir. Çox şükür. Allah hamd olsun, mənim qızım böyükdür. Allah sizin balalarınıza da qismət eləsin. Universitetdə oxuyur. Gedib gəlirdim. İnansız çox çətinliklə oxuyurdum. Vaxt tapa bilmirdim. Və bəlkə də dərsin sayəsində mən oxudum. Çox sağ olun. Hər şeyə görə haqqınızı halal edeyim. Salam Ülker müəllimə. Ülker müəllimə salam, necəsiniz? Ülker müəllimə 53 bal toplamışam. Sizin sayənizdə çox təşəkkür edirəm. Siz ki o çətinlikləri, o divdə, bucaqda, küncdə qalanları ki bizə öyrətməsəydiniz, bəlkə də çətin olardı bizim üçün. Çox sağ olun. Təcrübə çox olmağına baxmayaraq, amma siz maşallah olsun. Allah bədnəzərdən saxlasın sizi. Siz bizə çox şeyləri öyrətdiniz. Çox sağ olun. Bilmirəm nə dərəcələr təşəkkür eləyəm. Minnətdaram. Çox sağ olun. Əziyyətiniz yerdə qalmadı. Düzdür, mən dinləyici kimi qoşulmuşdum, sual-cavabda iştirak eləmirdim. Amma heç bir dərsinizi buraxmırdım da, axıra qədər də dinləyirdim bütün mövzuları. Çox sağ olun. Salam Ülker müəllimə, necəsiz, neyinirsiniz? Müəllimə, bu günləri mən imtahan verdim, sertifikasiyadan keçdim, 55 balı topladım. Sizin sayənizdə əziyyətiniz böyükdür, sağ olasınız.
Salam mənim dəyərli, savadlı, gözəl müəlliməm. Sizə çox təşəkkür edirəm. Allah sizdən razı olsun Ülker müəllimə. Sizin əzminiz, tələbkarlığınız sayəsində mənim də oxumağım sayəsində 51 bal topladım. Sizə çox təşəkkür edirəm müəllimə. İndi isə gələn ildə yenə məni hazırlaşdırın inşallah ikinci iş yeri. Fikrim ikinci iş yerinədir. Sağlıq, salamatçılıq olsun. Siz ürəksiniz. Salam Ülker müəllimə, necəsiz? Mən sizin şəxsinizə yazıb sizə şəxsən təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, var olun. Allah sizə can sağlığı versin. Qarşınızda olan o işləriniz çox uğurlu olsun. Yəni bundan da yüksək nailiyyətləriniz olsun. Biz də sizin ətrafınıza yığışaq inşallah. Mən 50 bal yazdım, düzdür. Yəni o mənim də səhhətimlə bağlı çox belə hazırlaşa bilmirdim. Yəni evdə problemlər çox idi. Amma yenə də həqiqətən sizin o açar sözləriniz var idi ki, hər dəfə mənim yadıma düşürdü. Mən sizə çox təşəkkür edirəm. Yəni çox kömək oldunuz. O səhər yazmışdınız ki, bizə uğurlar diləmişdiniz. İnansınız, mən o qədər həyəcanlandım ki, o sizin o verdiyiniz o şeylərə qürurlandım. Yəni hətta gözüm yaşardı. Mən sizə nə deyim, ən gözəl şeyləri arzulayıram. Siz bir müəllim olaraq çox qayğıkeş, çox yaxşı bir insansınız. Həm də bizə heç laqeyd yanaşmadınız. Çox sağ olun, öpürəm sizi. Ülker müəllimə, salam, necəsiz? Ülker müəllimə, sizə təşəkkür edirəm. Çox sağ olun, Allah razı olsun. Yəni bu cür bizə dərinliklərlə bütün dərsi keçdi, sizin sayənizdə topladıq. Düzdür, mən dinləyici kimi qoşulmuşdum, amma hər bir sözünüzə qulaq asırdım. Yəni sizin o izahlarınızı dinləyirdim. Ən çox o açar sözləri ilə, sizin o izahlar mənə çox xoş gəlirdi. Ona görə yəni götürə bilirdim də sizin dedikləriniz sözü. Deyim ki, çox kitab açırdım, yalan deyərəm. Çox da kitab açmamışam. Ona görə sual-cavabda iştirak edə bilmirdim ki, yəni kitab açmırdım da. Amma daha çox dinləyirdim. Şükür, yaxşı da balı yığdım. Yəni Allah sizə kömək olsun, sizdən razı olsun. Sizin sayənizdə bu balı topladıq. 54 bal yığmışam. Ülker müəllimə, sizə çox təşəkkür edirəm. Həqiqətən də siz necə demişdinizsə elədir. Düzdür, mən dərslərinizə aktiv olaraq qoşulmurdum. Sadəcə olaraq YouTube-dan izahlarınıza baxırdım, testlərinizi işləyirdim. Halal xoşunuz olsun. Həqiqətən siz necə demişdiniz ki, yox bir sətri götürüb sala bilərlər. Yəni elə idi. O Şirvan xalçası var idi. Siz necə deyirdiniz, istikalorit, Şirvan pul. Orada inanırsınız, o sual düşdü ama Allah haqqı gülməyim gəldi. Necə demişdiniz elə idi. Xalçalardan yəni hər bir bütün siniflər üzrə düşmüşdü yəni suallar. Sizə çox təşəkkür edirəm həqiqətən. Sağ olun, var olun. Söz bayaqlar uzun səs ata bilmədim sizə. Telefonumuz ayıtkası sönmüşdü. İndi az qalırdı, daha doğrusu sonradan söndü müəllimə. Həqiqətən də müəllimə çox sağ olun. Allah köməyiniz olsun. Əziyyətiniz həqiqətən üstümdə çoxdur. Haqqınız həqiqətən ödənməz. Nə qədər də sizə xoş söz deyilsə də, təkcə mən deyil, bütün müəllimlərdə həqiqətən də əziyyətiniz çox necə deyim, yəni çoxdur bizim üstümüzdə. O testlər, o dərslər, bunun necə deyim, girmə ora. Bunun yəni çətin vəziyyətdən həqiqətən də çox sağ olun ki, adamı çıxartdınız. Mən həqiqətən heç gözləmirdim bu nəticəni yığım. Çünki bilirsiniz də bu cür imtahanda ən çox fən balı idi də, yəni müəllimət kurikulumdan vacib fən idi. Yəni müəllimə həqiqətən də çox yaxşı öyrətdiniz. Necə deyim, siz həqiqətən sizə nə söz deyəcəyimi bilmirəm. Bəlkə sevincimdən eyni sözləri təkrarlayıram. İnşallah müəllimə miqdarda yüksək bal olar. Amma ki mən şəxsən özümdən bu qədər yığacağım heç əmin deyildim. Sizin sayənizdə oldu müəllimə. Yəni sizdən öncə mənim yəni miq ballarımda belə yüksək bir ballar deyildi. Çox sağ olun müəllimə, Allah köməyiniz olsun. Necə deyim, hər şey. Salam Ülker müəllimə, necəsiz? Yaxşı olasın inşallah. Ülker müəllimə, mən sizə çox böyük təşəkkür edirəm. Həqiqətən deyirəm, sizin, yəni mən 10 gündür sizə qoşuldum. Sizin o səslərə qulaq asdım. Özünüz də bilirsiniz ki, Allahdan bir telegram açmağı bacarmırdım. Sizin sayənizdə o telegramı açdım. Özümə söz verdim ki, yəni sizə qulaq asıb, mən mütləq o imtahandan keçməliyəm. Mən özümdə nətədimi, belə şey kimi, böyüklük kimi çıxmasın. Liseydə işləyirəm, başqa bir məktəbdə
dişləyirəm. Yəni mən illərlə dişləyirəm də. Sayılıb seçilən belə fəal müəllimlərdənəm. Nətər deyim, özüm çox oxumuşam, amma həqiqətən gördüm ki, kiminsə nəsə bir dəstəyinə ehtiyacım var imiş. Nə yaxşı da ki, mən sizi seçdim. Nə yaxşı ki, seçmişəm valla. Yoxsa bəlkə də mən o 54'ü yığas deyirdim. Təşəkkür edirəm. Çox sağ olun. Bilmirəm nə deyim, ürəyinizdə olsun. Allah razı olsun. Allah balalarınızı qorusun. Öpürəm sizi. Təşəkkür edirəm. Demişdiniz ki, bəs paylaşım eləyəcəksiniz. Buyurun, paylaşa bilərsiniz. Sizin müdavim kimi 10 günün nəticəsi olaraq 54 balı paylaşa bilərsiniz. Sağ olun. Salam. İlker müəllimə necəsiz? Mən düzdür son 2 aydır sizin qrupa qoşulmuşdum və canlı dərslərinizə də qoşulmurdum. Sadəcə Telegramda o videolarınıza və testlərinizi işləyirdim. Daha çox videolara baxırdım və 51 oldu nəticəm. Çox sağ olun. Əziyyətinizi, zəhmətinizi halal edin. Hər zaman yetirmələriniz necə deyərək sizi sevindirsin. Çox sağ olun. Çox sağ olun İlker müəllimə, təbrikə görə. Çox sağ olun, Allah razı olsun. Bayaq qrupa da atmışam. Mən özümə sentyabrda müəllim axtaranda elə YouTube'dan baxırdım müəllimlərin dərsinə. Bir neçəsinə qulaq astım. Siz insan dinləyəndə hansısa bir danışıq tərziminə biri var insanı özündən itələyə, bir də var cəlb eləyə. Bir neçə müəllimiyə qulaq astım, nəsə narahatçılıq hiss elədim. Sonra sizə qulaq astım. Sizə qulaq astım, gördüm yox, sizi çox yaxşı dinləyə bilirəm, başa düşürəm. Yəni məni dərsləriniz özünə cəlb elədi və sizə qoşulduğuma görə çox şadam. Sizə də çox təşəkkür edirəm. Minnətdaram. Sağ olun müəllimə. İndi Miqə də getmək fikrim var. İnşallah görək orada nə nəticə olacaq. Salam İlker müəllimə, necəsiniz? Müəllimə 54 bal yığdım. Çox sağ olun. Sizə təşəkkür edirəm. Yəni bu 2 ay ərzində, 2 ay qoşuldum da sizə. 2 ay ərzində həqiqətən sizdən çox şey öyrəndim. Sizin izahlarınızdan çox şey öyrəndim. O məzəli, duzlu sözləriniz həqiqətən adamın yadında qalan idi. Bu gün orada sualda o xalçanın xüsusiyyəti düşəndə palazını, daha doğrusu orada o çilçə sözünü görən kimi sizin o çilçə balığınız yadıma düşdü ki, onu sizə sumağı töküb yeyirsən. O dəqiqə onun variantını tapdım. Yəni o cür gözəl izahlarınızla, testlərinizlə həqiqətən də var olasınız. Çox sağ olun. Təşəkkür edirəm. Salam İlker müəllimə, necəsiz? Yaxşı olasınız inşallah. İlker müəllimə, sağ olun. Sizə təşəkkür eləmək istədim. Çox sağ olun. Çox təşəkkürlər. Əziyyətiniz böyük oldu üstümüzdə. Sizlərdən çox şey öyrəndik. Çox sağ olun. Sizin o video yazılarınız hamısı mənim qulağımda səslənir. İnanın ki, orada imtahanda elə suallar var idi ki, sizin o suallar, danışığınız, o sizin səsiniz mənim qulağımda. Yəni həmən o sualların cavabını yazırdım. Çox təşəkkür edirəm sizə. Sadəcə olaraq mən fikrimdə tutduğum qədər o bal olmadı. Çünki kurikulumdan mən hazırlığa getmədim. Yalnız ixtisasla hazırlıq idi. Çünki çatdıra bilmirdim. Darosmen məndə dərslər olduğu üçün, yəni çox gec gəlirdim. Gələn kimi yalnız sizə qoşula bilirdim. Yəni mümkün değildi də. Ona görə də yəni kurikuluma qoşulmadım. Ona görə mən 50+ yıxa bilmədim. 46 bal yığdım. Yenə də çox sağ olun. Sizə təşəkkür edirəm. Allah sizdən razı olsun. Allah balalarınızı qorusun. Sizin sayənizdə bu fənni dərindən mənimsədik. Nə yaxşı ki, sizlə bu yola çıxdıq. Və axırı yaxşı oldu, şükür Allaha. Salam aleyküm İlker. Canım gözüm. Hər şeyə görə sənə təşəkkür edirəm. Mənə dəstəyinə görə, təmənnasız elədiyin dəstəyə görə, dostluğuna görə, insanlığına görə, hər bir şeyə görə həqiqətən sənə çox təşəkkür edirəm. Haqqı halal elə. Allah səni o qədər xoşbəxt eləsin ki, bu elədiyin yaxşılıqlar inşallah 2 qat qarşına çıxsın sənin. Allah səndən razı olsun. Çox sağ ol. Amma İlker belə pis çıxmasın. 53 gözləmirdim. Deyirdim ki, mən suallara baxdım, dedim ki, ya mən yığaram da, bir 56, 57 mən yığaram. 53 gəldi. Düzdür, buna da şükür. Yəni 51 keçdinsə 65%-ə düşür. Müəllimə, mən indi evə gəldim, rahatladım. Dedim, sizə bir dünya gözünə səsadım. Həqiqətən sizin keçdiyiniz dərs bir yana, o ümumiyyətlə gələcək pedaqoji karyeramda o dərsdə mən çox istifadə edəcəm. Sizin üsullarınızdan, yanaşmanızdan, yeri gəlində testlərinizdən inşallah Allah mənə nəsib eləsin sizin kitabınızı əldə eləmək. Biraz maddəyə görə mən onu əldə edə bilməmişdim, amma hökmən götürəcəm onu sizdən yeni nəşrlərdə inşallah.
Deməyim odur ki, mənim sizdən bilsən halallıq istədiyim ən çox şey nədir? Bu YouTube-da var, məsələn, nəyisə nəyləsə əlaqələndirmək. İnanın ki, onlar mənim o qədər köməyimə çatdı, o qədər köməyimə çatdı. Məsələn, baxdım dərsə, oturdum ki, Ülker müəllimə buna internetdə necə demişdi. İnanın ki, o əlaqələndirmələr, məsələn, o kilkəli balıq, üstə sumaq vurdum filan bax. Bəlkə də o sumaq sualında mən həyəcanlı idim, çaşardım, amma ona görə onu yazdım və 3 dənə, 4 dənə elə suallar oldu ki, mən sizin əlaqələndirmənizdən, məsələn, o Bizansın tikilisində, Pizan tikilisinin şeyini tapmaqda, onun hamısı sizin üsullarınızdan mən istifadə edim, elə tapdım. Mən Mövsüm Nəvvab sualı var, kitab rəhbərliyi onda bax, inşallah gördü çıxmış olar. Halal eləyin haqqınızı, öpürəm sizi çoxlu-çoxlu, son momentlər, hər şeydən yoruldum, hər şeydən əlimi üzdüyüm, belə öz içimdə yorulduğum bir vaxta götürdüm sizə yazdım, sizə çəkinməyim səbəbindən mən sizə yazdım. Salam müəllimə, çox sağ olun, yazmışam, yəqin baxmayıbsınız, 49 dənə fərnimdən yazmışam, bircə dənə səhvim oldu. Natürmortun düzülüşündə. Yoxsa 50'yi vurardım. 56 bal yığmışam. Sizin sayənizdə gözəl müəllimə, gözəl insan. Yaxşı ki sizlə hazırlaşdım. Yaxşı ki sizi tanıdım, tapdım. Çox sağ olun, öpürəm. Yazmışdım o birisi qrupa, yəqin baxmayıbsınız. Müəllimə, sizinlə belə danışmışdım, amma belə də səs atmağa boşduyam. Sizin sayənizdə çoxdan məşğul olmadığım fənnimi elə bir geri qayıtdım, yeni ab-hava verdim və bu günlərimdə uğurlu bir nailiyyətim oldu. Çox sağ olun hər şeyə görə. Əziyyətimiz yerdə qalmadı. Sizin test-tezin sayəsində, sizin səsləndirməliləriniz sayəsində dilim, siz deyən kimi, siz demiş, dilim topuq vurdu burada. Yorğunluqdan dilim topuq vurdu burada. Çox gözəl oldu hər şey. Yəni əvvəldən, lap əvvəldən hazırlaşmış olsaydım, mənim zamanım çox az oldu. Biz demək olar ki, aprel ayından imtahanlara hazırlaşmağa başladım. Mən sentyabrdan başlamış olsaydım və mənim problemlərim olmasaydı, sağlamlığım yerində olsaydı, mən bu günlərim görür hissi ilə 58, 59, 60 bal deyə bilərdim. Amma yenə də özümü qalib hesab edirəm. Öpürəm, bağrıma basıram. Həmişə belə gözəl. Hiç yani okumadığım için sizlik bir şey yok öyle. Sizin eli yine de sizin o çetin sınavlarınızın, ondan sonra sizin o açar sözlerinizin hesabına demək olar ki, nə yazdımsa yazdım. Açar sözlərin olmazsa yani belki de səhvlərim çox olardı. Belə də baxıram, elə mənim səhvim olsa da, bəlkə də 4 dənə səhvimin 4'ü də kırıklığımdan olubdu, bilmirəm də, indi mən gözlük görə bilmədim. Çox sağ olun, amma əziyyətiniz haqqı heç danılmazdı. Yəni o testlər mənim üçün mükəmməldir. Bir qrup yoldaşım kəsilib, nömrənizi verdim, sizlə əlaqə saxlayacağım, inşallah gələn. Salam Ülker müəllimə, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Mən dünən yazmışdım sizə. Ola bilər ki, mesajlar çox olub, hələ paylaşmışdınız. Mən sizə xüsusi təşəkkür eləmişdim burada. Yenə də təşəkkür eləyirəm. Yaxşı ki, sizi tanımışam, yaxşı ki, varsınız. Yəni düz istiqamət seçdiyimə görə Allahdan çox razıyam. Allah razı olsun. Nə qədər insanları Allahın sizin zəhmətinizin sayəsində sevindirdiniz. Allah razı olsun. Can sağlığı versin, necə müəllimləri inşallah gözəl nəticələrlə, yəni sizin rolunuz olduqca çoxdur. Sizin testlərinizdən hətta aşağı bal yığan fikirləşirəm ki, gedib orada yüksək nəticə yığar. Mən dinləyici kimi qoşulmuşdum sizə. Yəni çox sağ olun, var olun. 54 bal yığmışam. Yəni eyni zamanda sizin rolunuzun çox böyük olduğunu qeyd eləməyə özümə borc bilirəm. Təşəkkür edirəm hər şeyə görə, səmimiyyətinizə görə, insani keyfiyyətlərinizə görə, hər şeydə bizə dəstək olduğunuza görə, imtahan gecəsi bizlə bərabər yuxu yatmadığınıza görə belə sizə çox-çox təşəkkür edirəm.
Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. O qədər sevincliyəm ki, bu səslər qarşısında, bu SMS-lər qarşısında bilmirəm öz hisslərimi necə ifadə edeyim. Həqiqətən də o qədər qürur verici bir şeydir ki, yəni insanların həyatına toxunmaq, onlara sevinc bəxş etmək, o zəhmətlərimiz, əziyyətlərimizin boşa getməməsi o qədər qürur verici bir hissdir ki, hər kəsə arzu eləyirəm. Hər kəsə. Bəli, bu gün sevincimi hansısa sözlərlə ifadə edə bilmirəm. O qədər çətindir ki, mənim üçün. İnsanların həyatına gözəl, müsbət tərəfindən toxunmaq və onların mənə təşəkkürü o qədər gözəldir ki, hər şeyə dəyər, hər şeyə dəyər. Yəni bunun qiyməti yoxdur. Var olun, hər birinizə təşəkkür edirəm. Gələcək fəaliyyətinizdə, müəllimlik fəaliyyətinizdə uğurlar arzu edirəm. İnşallah uğurlarınız bol olsun. Mən də öz uğurlarımı sizinlə beləcə bölüşmək istədim. Uğur qazanmayan müəllimlər isə heç hevslənməyə gərək yoxdur. İnşallah ikinci şansınız var. Bunu daha yüksək qiymətləndirə bilərsiniz. Yəni daha yüksək nailiyyətlər əldə edə bilərsiniz. Sadəcə biraz çalışmaq lazımdır və həqiqətən də çalışan, əziyyət çəkən heç bir insanın əziyyəti yerdə qalmır. Hər birinizdə uğurlar.